Sarımtıl yaşlı qozalarında 12.000 hava qabarcığı və hər bir tozluq hissəsində 150 ədəd tozluq olarsa, bu hissədə pulcuqların sayını tapın. Bizə veribdir sarımtıl yaşıl qozaların hava qabarcığını və bu bir tozluq hissəsində də veribdir ki, 150 ədəd tozluq olur. Biz birinci qoza ilə tanış olaq. Qoza nədən ibarətdir? Oxdan ibarətdir. Qoza oxdan ibarətdir və pulcuqdan ibarətdir. Baxın, pulcuqdan ibarətdir. Pulcuğun da dibində 2 ədəd tozluq hissəsi olur. Sarımtıl yaşlı qozalar, yəni belə pulcuqların dibində 2 dənə tozluq hissəsi daşıyır. Tamam, hər bir tozluq hissəsində də 150 ədəd tozluq olduğunu məsələdə veribdir. Tamam, bunu da seçdik. Gəlin məsələnin şərtini həll eləyək, görək nə deyir. Deyir ki, sarımtıl yaşlı qozalarda 12.000 hava qabarcığı. Demək, 150 dənə tozluq vardır, hər tozluğun 2 dənə hava qabarcığı olur. Yəni bunun dərslikdə veriblər. Şəkli belə idi. Baxın, tozluq çəkirəm. Bura 2 dənə hava qabarcığı da budur. Baxın, yazıram altına. Tozcuq. Kənarda çəkdiyim qanat kimi olanlar da hava qabarcığıdır. Tamam, bunu qeyd eləyək. Bir tozluğun 2 hava qabarcığı olursa, 12.000 tozluğun 12.000 hava qabarcığı, bağışlayın, neçə tozluq edər? X-i tapırıq. Deməli, X bərabərdir, eləyir 6.000 ədəd. 6.000 ədəd nə tapdıq biz? Tozluq tapdıq. 6.000 tozluğu bildik. Sonra nə deyir bizə məsələdə? Deyir ki, hər bir tozluq hissəsi 150 ədəd tozluq var. Tamam, tez yazırıq. Bir tozluq hissəsində 150 ədəd tozluq olarsa, 6.000 tozluq neçə hissədə olar? 6.000 tozluq X olar. X bərabərdir 40 tozluq hissəsi olduğunu taparıq. Tapdıq. Tamam. Bu hissədə pulcuqların sayını soruşur bizdən. Pulcuq dediyi üçün biz bunu belə yazaq. Deməli, bir pulcuğun, bax bu pulcuq idi da. Bax, pulcuq. Pulcuq bu idi. Bir pulcuğun neçə tozluq hissəsi var idi? 2 dənə. Bax, biri budur, biri də budur. Deməli, bir pulcuğun 2 ədəd tozluq hissəsi vardı. Bəs 40 dənə tozluq hissəsi neçə pulcuq edər? X-də, X-də bərabərdir 20 pulcuq olduğunu tapa bilərik. Düzgün cavab 20 olacaqdır.